Salam, axşamınız xeyir, gününüz uğurlu olsun. Bu günləri sizlərlə bərabər PES 2017-nin Banner Hub-a endirilmə qaydasını göstərəcəm. Çox xahiş edirəm, burada hər şeyə diqqətlə yetirin və diqqət nəzərimiz ekranda olsun. Elə isə başlayaq oyunun endirmə qaydasına. Google-a daxil oluruq. Google-a daxil olduqdan sonra Steam Unlocked. Bu səhifəyə daxil oluruq. Baxın, bu səhifəyə gördüyünüz kimi bura daxil oluruq. Buradan axtarış yerinə Pro Evolution Software yazırıq. Onu yazdıqda elə gördüyünüz kimi elə ən birincidə çıxdı. Download. Baxın, 2017. Bura daxil oluruq. Ən aşağı gəlirik. 9.92 GB. Və bu arada sizə bir şey nəzərinizə çatdırım ki, RAM 2 GB-dır. Ehtiyatlı olun. RAM 2 GB-da 2 GB RAM-lar ancaq oynaya bilər bunu və əsas hər şeylər RAM-dan asılı deyil. 10 GB boş yeriniz olmalıdır. 1024 megapiksel kamera video kartınız olmalıdır. 3-də oyun sürəti olmalıdır. Prosesor 1.cz-dir hətta bu arada. Bunu da azaltmaq olar. Bunun üstünə bir daha basırıq. Bizi beləliklə bir səhifəyə aparır. Bizi belə bir səhifəyə apardıqdan sonra burada görəcəksiniz free download var. Onun üstünə bir dəfə basacağıq. Endirildikdən sonra mən sizə gəlin göstərim hər bir şeyi izahlı şəkildə. Buna bir dəfə basıb geri çıxırıq. İkinci dəfə basırıq. Həmin səhifəyə belə aparır. Gördüyünüz kimi apardıqdan sonra yuxarıda endirilmə işarəsi gəlir. Gördüyünüz kimi. Mən endirməyəcəm çünki mən endirmişəm, artıq məndən var. Bunu endirdik, bitirdikdən sonra buradan çıxırıq. Zarchiverimizə daxil oluruq. KFX-i PES 2017 kimi fikirləşir. Fərz edin ki, PES 2017-dir bu. Bunun üstünə bir dəfə basıb buraya çıxart var. Bunun üstünə bir dəfə basdıqda PES 2017-in beləliklə bir papkasını görəcəksiniz. Baxın, belə bir papka çıxacaq qabağınıza. Tam-tamlama belə. Burada da işimiz qalmadı. Buradan çıxırıq. Banner Hub-a daxil oluruq. Banner Hub-a daxil olduqdan sonra ən sağa gəlirik. Import Games, PC Games. Burada aşağı gəlirik. Download-a giririk. PES 2017-nin papkasını axtarırıq. Üstünə bir daha basırıq. Gördüyünüz kimi exe. Onu da üstünə bir dəfə vururuq. Vurduqdan sonra baxın, belə bir oyun gələcək. Baxın, belə gələcək. Belə gəldikdən sonra 3 nöqtəyə basıb PC Game Settings-ə basırıq. PC Game Settings-ə basdıqdan sonra burada heç bir işimiz olmayacaq. Complete-yə gəlirik. Ayarları görürük. Ayarlar. Sakitcə verəcəm burada ayarları. Proton 10.0x, Game Presence, GPU Driver Qualcomm 805, Bıgra 2.3.1. Hətta bu 2.3.1-i azaldıb 1.10.3 də eləyə bilərsiniz. VKDK versiyonu 2.12, Fix versiyonu 2025-09-10. Gördüyünüz kimi. Yavaş-yavaş gətirim. Burada da heç bir işimiz olmayacaq. Təbii ki, buralarda heç bir işimiz yoxdur. İşimiz olmadıqdan sonra yenidən 3 nöqtəyə basıb PC Games-ə basıb Enter Desktop açırıq. Orada da Enter Desktop açdıqdan sonra həmin papkaya daxil oluruq. Daxil olduqdan sonra Settings bölməsini, oyunun settingsini tapıb özümüz ayarlarını qururuq. Ayarlarını qurduqdan sonra orada kontroller görəcəksiniz. Yuxarıda ən başda kontroller işarəsi var. Kontrollerə basın. Orada Direct X var və ya X input var. Direct X'in üstündə yanlı şəkildə olacaq. Siz onu X input eləyib OK-yə basın. Basdıqdan sonra kompüteri çıxın və 2017 oynamağınıza davam eləyin. Belə deyim də, rahat və keyifli şəkildə oynayın. Biraz kasmalar olsa artıq o telefonun sürətinə və sürətindən asılıdır. RAM-ından heç bir əlaqəsi yoxdur yəni. Abilər, belə gününüz uğurlu olsun. Mənə dəstək durub bir dənə like atsanız bu videoya heç nə demirəm, sevinərəm. Bunun da videosunu mən sizlər üçün YouTube kanalında paylaşacağam. Özünüzdən müğayət olun. Allah'a əmanətsiz. Gecəniz xeyrə qalsın.